5-ci suala baxaq. Su əlavə olunduqdan sonra duzun suda 10% məhlulu alınarsa, demək biz birinci nəyə nəzər yetirəcəyik? Demək omega sonumuz neymiş? 10%miş. Qeyd elədik. Məhlulumuz nə qədərdir? 40 qramdır. X qram su gəlib üzərinə, həll olunan misalı nə qədərmiş? 1000 imiş. Demək biz belə eləyərik. 1000 qram həll olunan misalı 1000 qram bölünsün litrdirsə, əvvəlki testlərdə dediyim kimi, demək bu 1000 qram həll olan maddədir, yəni duzdur. 1000-də sudur. Məhlulumuz nə qədər eləyir? 2000. Məhlulumuz 2000-dir. Demək 2000 məhlulda 2000 məhlulda nə qədər duz var? 1000 qram duz vardırsa, məhlulumuz nə qədərdir? 40 qramdır. 40-a da x-dir. X-i tapaq buradan. 1000 vurulsun 40 bölünsün 2000. Nə qədər elədi? 20 qram nə oldu? Duzumuz oldu. İndi omeganın düsturunu yazırıq. Omegamız, yəni həll olan maddənin kütlə payı bərabərdir. M həll olan maddə bölünsün M su vurulsun M məhlul bağışla. M məhlul vurulsun 100%. Bizdən omeganın qiyməti verilibdir. Omegamız 10%dir. 10 bərabərdir. Həll olan maddəniz nə qədərdir? 20 qram. Məhlulumuz nə qədər olacaq? Baxın, 40 var idi. Üstünə də x qram su gəliblər ki, məhlulu hazırlayırlar. Vuraq 100. Buradan biz x-i tapacağıq. Demək, onu vuracağıq 40 plus x-ə. Bərabərdir neçəyə? 20-yi də 100-ə vuranda 2000. Buradan ixtisarcıda asanlaşsın. X ilə bərabərdir. 200-dən çıxacaq 40-ın. Nə qədər qaldı? 160. Cavab Y-bəndir. Maddələrimiz verilib. 2x və y. Suda həll olması zamanı istiliyin ayrılması və udulması. Uşaqlar, küp böyükdür sıfırdandırsa əgər, yəni eksotermik prosesdir. Qazların həll olması eksotermik prosesdir. Biz elə götürəcəyik ki, 2x qaz olsun. Burada qeyd edək. 2x qazdır. Küp kiçikdir sıfırdandırsa endotermik prosesdir. Endotermik prosesdirsə əgər duzların həll olması, yəni bərk maddələrin həll olması endotermikdir. Y-imiz bərkdir. İndi seçək mən burada aşağıda. Birinci, həll olma təzyiqdən asılılığı verilibdir. Əgər həll olmanın təzyiqdən asılılığı sabitdirsə, dəyişmirsə, demək bu bərk maddədir. Demək, bir bərk maddədir. İkiyə baxaq. Həll olmanın temperaturdan asılılığı əgər tərs mütənasibdirsə, qazların həll olması temperaturu ilə tərs mütənasibdir. 2 bağışdan burada səhv qeyd etmişəm. 1 bərkidir, 2 qazdır. Üçüncüyə baxaq. Həll olmanın temperaturdan asılılığı düz mütənasibdirsə, demək, hansıdır bunlar? Qazlardır ki, qazların həll olmasına temperatur, qazların yox, bağışda, bərk maddələrin həll olmasına temperatur düz mütənasib asılılıqdır. Həll olması düz mütənasib asılılıqdır. Demək, 3 də bərk maddəyə aiddir. 2 qaza, 3 də bərk maddələrə. Cavab Y-bəndir. 47-ci suala baxaq. Həll olması zamanı istiliyin ayrılması yenə eyni qaydada. Küp kiçikdir sıfırdansa endotermik prosesdir. Endotermik proses isə bərk maddədir. X bərkdir. Küp böyükdür sıfırdan. Eksotermik proses isə qazdır. Y. Çünki qazların həll olması dedik ki, eksotermik prosesdir. Əgər təzyiqlə həll olma düz mütənasibdirsə, qazlara aiddir. Y. Həll olma ilə temperatur tərs mütənasib asılıdırsa, qazlara aiddir. Üçüncüyə baxaq. Həll olma ilə düz mütənasibdirsə, temperatur bərk. Demək, üçüncü bərk aid olacaq. Yəni, 2 kiçikdir sıfıra. X-ə 3 aid olacaq. 1-dən 2 də Y aid olacaq. A-bəndə. Sonra 48-ci suala baxaq. 50 dərəcə Selsiyədək 800 qram dolmuş məhlulu 20 dərəcəyə soyuduqda sıxlığı 1,25 qram olan məhlul alınır. Məhlulun bizdən həzmini soruşur. Yaxşı, baxaq. Demək, uşaqlar, baxırıq. 50 dərəcə Selsidə həll olma əmsalı 600-dürsə, KH-ımız 600 qramdırsa, qram bölünsün litrdirsə, demək 1000 də sudur. Nə qədər eləyəcək məhlulumuz? 1600. 1600 məhlulda 600 qram maddə varsa, bizdən nə qədər verib məhlul? 800 qram. 800 qram məhlulda da x qramdır. X-i tapaq. X də bərabərdir. Nə qədər? 800 və 600 bölünsün 1600. 2, 300 qram. Demək, bu 300 qram duzdur. Məhlulumuz nə qədərdir? 800-üdür. M suyu tapan
hansı düsturdan istifadə edirik? M məhluldan çıxırdıq M duzu. Məhlulumuz 800 qramdırsa, 300 qram duzu da çıxanda 500 qram suyumuz qaldı. İndi baxaq görək bizdən nədir? 20 dərəcəyədək soyutduq da. Nə qədər imiş? 250 imiş KH-ı. Uşaqlar, KH-ı 250 qramdırsa, yəni ki, bu duzdur. Bəs suyumuz nə qədərdir? 1000 qramı da sudur. İndi baxırıq, 1000 qram suda 250 qram, yəni 1000 qram su olanda 250 qram maddə varmış. Bəs 500 qram su olanda nə qədər maddə varmış? X qram. X-ə bərabərdir neçəyə? 125-ə. Yaxşı, bu 125 qram suyumuzdur. Bir dəqiqə baxaq görək indi nə deyir? Sıxlığı 1,25 qram bölünsün santimetr kubdur. Və 125 qram maddəmiz var idi. Məhlulu indi hazırlayaq. Məhlul bərabərdir. 500 qram suydu. 125 qram da maddə idi, bax duz. Nə qədər elədi? 625 qram məhlulumuz elədi. Bizdə sıxlığı da veribdir. Neçə? 1,25. Həcmini soruşur və bərabərdir suala. Rho bərabərdir M bölünsün V düsturuna əsasən. Buradan V-yi tapanda M bölünsün nə olur? Rho olur. M-imiz nə qədərdir? 625. Bölünsün 1,25. O da bərabərdir 500. Cavab D-bəndi. Növbəti suala baxaq. Həll olmanın təzyiqdən asılılığı düz mütənasibdir. Əgər düz mütənasibdirsə həll olmanın təzyiqdən asılılığı bu demək qazlara aiddir. 1, 3 qaz halında olanlar. Həll olma təzyiqdən asılı deyilsə, bərk maddələrdən söhbət gedir. 2, 5. 51-ci suala baxaq. Həll olma misalı temperaturdan asılı olaraq dəyişir. Bəli, həll olma temperaturdan asılıdır. 1. Temperaturun artması ilə qazların suda həll olması artır. Xeyr, səhvdir, azalır. Təzyiq artdıqda qazların suda həll olması artır. Bəli, artır. 1, 3. Həll olma misalının vahidi qram bölünsün mol deyil. Qram bölünsün litrdir. Ona görə cavab 1-dən 3 olur. Növbəti suala baxaq. 52. Həll olma misalı temperaturdan asılı olaraq dəyişir. Dəyişir, bu düzdür. Temperaturun artması ilə qazların həll olması azalır. Bəli, düzdür. Bərk maddələrin suda həll olması təzyiqdən asılı deyil. Bəli. Həll olma misalının vahidi qram bölünsün moldur. Xeyr. Qram bölünsün nədir? Litrdir. 4. Bir dəqiqə baxın bu bildirə. Bu qədər. Sonra 53-cü suala baxaq. Məhlulun kütləsi, məhlulda X-in kütləsi. Əlavə olunan X 30. Demək 90-mış. 90 qrammış. Üstünə də 30 qram əlavə ediblər. Nə qədər alınıbdır? 120 qram alınıbdır. Aha, indi baxaq. Həll olma misalı 1500-dür. Əgər həll olma misalımız 1500-dürsə, burada nə qədər duz varmış? 500 qram duz varmış. Bəs 120 qram da nə qədərdir? X. X-i tapırıq neçə? 120 vurulsun 500 bölünsün 1500-ə. 140 qram. Demək 40 qram maddə imiş, duzmuş yəni. Baxaq. Bizdə sıxlığı nə qədər verib? 1,6 veribdir. Nəyi soruşur? Məhlulun həzmini soruşur. Və bərabərdir suala. İndi baxaq görək bizdən başqa nə deyir? Sıxlığı veribdir və bərabərdir demək M bölünsün Rho-ya, M məhlulu. Uşaqlar, indi biz məhlulu hesablayacağıq ki, məhlulumuz nədir? Yaxşı, indi biz məhlulu hesablamalıyıq. Buna əsasən burada yazaq. Məhlulumuz nə qədərdir? 120 qramıdır, 80 qram da sudur. 200 qram bölünsün 1,6-ya. Cavab 125. Yaxşı, növbəti suala baxaq. Həll olma misalı 400 qram veribdir. Demək, KH-ımız nə qədər verib? 400 qram. 400 qram həll olma misalı veribsə, demək 400 qram duzdur, 1000 qram da sudur. Məhlulumuz nə qədər elədi? 1400. 1400 məhlulda 400 qram maddə varsa, 280 qramda da X-dir. Bax, görəcəm, burada olacaq. Yaxşı. 80.
Sonra yenə eyni qaydadadır. KH 500 veribdisə, halonam salam 500 veribsə, məhlumumuz nə qədərmiş? 1500. 1500-də 500 qram maddə varsa, 300 qramda da x-dir. 1500 300-dən demək 5 dəfə çoxdur və yaxud da belə deyə bilərik. 300 1500-dən 5 dəfə azdırsa, x də 500-dən 5 dəfə az olanda 100.